Salam dostlar, bizimlə Öyrən kanalına hamınız xoş gəlmisiniz. Bugün Azərbaycan dastanlarını oxuyuruq. İlk mövzusu olan Alı Kişini oxuyacağıq. Bu arada bu 5-ci cilddir. Yəni Koroğlu dastanı. Gəlin ilk mövzudan başlayaq. Alı Kişi. Alı Kişi neçə illər idi ki, Alı Kişi neçə illər idi ki, Həsən xana ilxi otarırdı. Ömrünü gününü onun qapısında çürüdüb, saçını saqqalını ilxiçiliklə ağartmışdı. Hər gün səhərdən yer ağaranda Alı Kişi ilxini çölə aparar. Bütün gün otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Dağlarda, daşlarda, köşələnlərdə Alı Kişinin ayağı dəyməmiş bir qarış yer qalmamışdı. Bir gün Alı Kişi ilxini sürüb dərya kənarına aparmışdı. Atlılar dəryanın kənarında otlayırdı. Alı Kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yerincə ağarmışdı. Qoca ilxıcı bir də baxdı ki, budur, dəryadan 2 ayğır at çıxdı. Atlar gəlib ilxiyə qarışdılar. 2 madyanı yaxınlaşandan sonra yenə qayıdıb dərəyə girdilər. Alı Kişi nə qədər Alı Kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşurladı. Yəni manşurlamaq budur ki, onları işarə qoydu ki, yəni tapa bilək də, məsələn, bir çox heyvanlara, ev heyvanlarına bu cür işarə qoyurlar. Harda qalmışdıq manşurladı. Amma bu barədə heç bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı Kişi ayları, günləri sayıb madyanaları gözdən qoymurdu. Elə ki vədə başı yaxınlaşdı. Alı Kişi madyanaların yanından əl çəkmədi. O qədər gözlədi ki, axırda onlar doğdu. Qulunlar böyüyüb day oldular. Bir gün Toqat paşası Hasan Paşa Həsən xana qonaq gəldi. Həsən xan paşanı qonaq elədi. Paşa söhbət arxasında xana dedi. Həsən xan, eşitmişəm, sənin yaxşı cins atların var. Gərək ilxidən mənə 2 ayğırlıq at verəsən. Həsən xan o saat beçeşim deyib Alı Kişinin yanına çağırdı və tapşırdı. Sabah ilxini çölə aparma. Paşa üçün 2 ayğırlıq at tutturacam. Həsən bəy bu sözü eşidən kimi bəli, harda qalmışdıq? Həsən bəy bu sözləri eşidən kimi burada. Həsən xan bu sözü deyən kimi dayılar Alı Kişinin yadına düşdü. O xanın başını uca eləmək üçün səhər tezdən durdu. Dayıları tutub xalxalladı. Xalxal da bağladı. İlxini sürüb çölə ötürdü. Bir az sonra Həsən xan paşa da yanında xalxala gəldi. Paşa baxdı, dayıları ona vermək istəyirlər. Gülüb dedi. Həsən xan mənə demişdilər ki, sənin yaxşı cins ayğırların var. Yəni ayğır atların var. Bunlar nə işdir belə? Ələncəyə qalsa, bunlardan mənim özümdən də çoxdur. İndi 2-ci səhifəyə. Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı Kişiyə tutub dedi. Axmaq qoca, mən sənə deməmişdimmi at tutturacam? İlxini saxla, niyə saxlamamısan? Alı Kişi dedi. Xan sağ olsun, mən qoca ilxıçıyam. İlxidəki atların hamısını ovucumun içi kimi tanıyıram. Sən bu dayıların beləliyinə baxma. Əgər başını uca olmağını istəyirsənsə, paşaya bunları ver. Alı Kişinin yekə-yekə danışmağından Həsən bəy daha da qəzəblənib onun üstünə qışqırıb dedi. Mənim ilximdə aləmə söylənən cins ayğır atlar var. Bu ələncəyi qonağa göstərib məni xəcalətli eləməkdə məqsədin nədir? Alı Kişi dedi. Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Sən bilirsən ki, mən yaxşı at tanıyıram. Sənin ilxində bunlardan yaxşı at yoxdur. Bütün dünyayı gəzsən, yenə də belə at tapa bilməzsən. Həsən xan qəzəblənib dedi. Bilmirəm, bir saata qədər yerdə də olsa, göydə də olsa. Gərək paşaya layiq, mənim adıma layiq 2 dənə yaxşı ayğırlıq at seçəsəm. Bu saat get, set gətir, Alı Kişi dedi. Xan, onda icazə ver paşa üçün ayğır seçməyə başqa adam getsin.
İlxıda bu dayılardan yaxşı at yoxdur. Mən özüm də başa düşə-düşə yaxşı atı qoyub pis atı seçə bilmərəm. Bu mənim adıma layiq olmaz. Bu sözü xan cin atına mindirdi. Yəni bu məcazi mənadadır. Cəllad çağırıb əmr elədi ki, alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Yəni boynunu vursun dedikdə, yəni onun boynunu kəssin də, yəni öldürsün mənasında. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəli eləmişdi. Odur ki, dedi: Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu dayılara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdır. Onda sən belə elə bu dayıların hər birini onun bir gözünə qiymət elə. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr elədi. Bağışlayın, yəni bir şey oldu. Harda qalmışdıq? Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi. Cəllad alı kişinin gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə də uf eləmədi. Elə ki, cəllad işini qurtardı. Alı kişi ayağa qalxıb dedi: Həsən xan insana dünyanın hər naz-nemətindən yaxşı olanı gözdür. Sən məni ondan elədin. Ömrümün cavan çağlarından bu qoca vaxtıma kimi səni qulluq elədim. Heç birini bilmədim, qədir qiymət vermədin. Bir paşanın xatırına məni kör elədin. İndi heç olmasa bu iki çöplüyü qulansa da mənə ver. Çöplüyü qulansa da mənə ver. Həsən xan dayıların hərəsini onun bir qoluna bağlatdırıb qapısından qovdu. Kor alı dayılar da yedəyindən tapdana öz evinə gəldi. Kəndə xəbər düşdü. Cəmaət onun başına yığıldı. Xəbər gedib alı kişinin oğlu Rövşənə çatdı. Rövşən Rüstəm kimi igid yeniyetmə cavan bir oğlan idi. 15-16 yaşı ola ya olmaya idi. Amma elə qüvvətli görünür ki, ağacın budağından yapışsa kökündən çıxarar. Öküzün buynuzundan yapışsa yerindən dik qaldırardı. Rövşən atasını da bu halda görcək soruşdu. Ata, sənə nə olub? De görüm səni kim bu hala salıb? Alı kişi əhvalatı oğluna danışdı. Rövşən qızmış pələngə döndü. Ayağa qalxıb dedi: Oğlun sənin qisasını yerdə qoymaz ata. İndi Həsən xan mənim qabağımdan dayansın, görüm necə dayanır. Kəndin cavanları da qalxdılar. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanına əyləşdirdi. Əlini onun çiyninə qoyub dedi: Hələ qisasın vaxtı deyil bala, vaxtında mən özüm deyəcəm. İndi diqqətlə qulaq as. Mənim gözlərim bu dayıların üstündə çıxardılıb. Bu dayıların üstündə də gərək mənim qisasım alına. Bu dayıları sənə tapşırıram. Bunları elə belə atlardan deyil. Bunlar dərya atından əmələ gəliblər. İndi sənə gərək böyük bir tövlə tikəsən. Bu tövləyə gərək heç bir yerdən işıq deyilən şey düşməsin. 40 gün tamam atlar bu tövlədə qalacaq. Bayır, bacaq üzü görməyəcəklər. Bir bəni insan gözü də bu 40 gün ərzində gərək bu atlara baxmaya. Rövşən dedi: Yaxşı ata, belə olanda bəs mən onları necə yemləyəcəm? Necə suvaracağam? Alı kişi dedi: Sən tövlədə hər dayı üçün 40 gözlü bir axur qayıracaqsan. Atların 40 günlük arpasını, samanını həmin bu axırlara dolduracaqsan. Kəndin başındakı zümrüd bulaqlardan tövlənin içərisinə bir arx çəkəcəksən. Atlar 40 gün burada yeyib, içib bəslənəcəklər. İndi hələlik hazır tövlə olana can dayıları çək bir yerdə bağla. Bəli, indi qaldığı yerdən başlayaq. Gəlin indi qaldığımız yerdən yeni başlayaq. Rövşən qabaq atasını rahladı. Sonra dayıların yerini sahmanlayıb tövləni hazırlamağa başladı. Elə ki tövlə hazır oldu, alı kişi gəlib əli ilə çarhovuzu arxı axurları yoxlayıb dedi: Yaxşıdır, indi sən axurları doldur, suyu da hovuzlara bağla. Ancaq yenə də sənə deyirəm, gərək tövləyə nə işıq düşər, nə də atları insan gözü baxa.
Rövşən atasının dediyi kimi axurları doldurdu, suyu bağladı. Atları içəri çəkib axurların qabağından həlqəmbət elədi. Hamının qapını bacanı bərkidib çıxdı. Bu işdən düz 38 gün keçdi. Atalar deyib ki, insan səbirsiz olar. Rövşən 38 günü başa verdi. 39-cu günə nə qədər elədi, özünü saxlaya bilmədi ki, elə bil ki, bir adam onun ürəyinə girib hey deyirdi. 40 günə başa gələn bir iş 39 günə gələr. Get bir atlara bax. Axır Rövşən gəlib tövlənin üstünə çıxdı. Balaca bir deşik açıb içəriyə baxdı. Rövşən əvvəl gözlərinə inana bilmədi. Sağ axurdakı atın çiyinlərində 2 dənə qanad var idi. Qanadlar alov kimi yanır, qızıl kimi parlayırdı. Rövşən tez sol axırdakı ata baxdı. Sağ axurdakı atın çiyinlərində 2 qanad. Burada idi. Rövşən tez sol axırdakı ata baxdı. Gördü ki, bu atın qanadı yoxdur. Gözlərini dolandırıb yenə də sağ tərəfdəki ata baxdı. Gördü qanad yavaş-yavaş sönür. Rövşən tutduğu işdən peşman oldu. Yəni burada qalmışdıq. Tez deşiyi örtmək istədi, ancaq iş işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldu. Rövşənin bir əli oldu, bir başı. Ancaq hara çatacaq olan olmuşdu. Kör peşman döşeyi örtüb geri qayıtdı. Amma bu barədə atasına heç bir söz demədi. Bəli, bir gündə gəlib keçdi. 40-cı gün Alı kişi Rövşəni çağırıb dedi: "Bala, gəl məni atların yanına apar." Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi qabaqca sağ axurdakı ata yaxınlaşdı. Əlini atın sürüsündən tutub sağrısına qədər çəkdi. Sonra Rövşənə tərəf dönüb dedi: "Oğlum, bu atların bəni insan gözü baxıb." Rövşən bilmədi nə desə soruşdu. "Ata, sən nədən deyirsən?" Alı kişi dedi: "Oğul, məndən gizlətmə. Mən sənə deyirəm ki, bu ata bəni insan gözü baxıb. Bu atın gərək qanadı olaydı, düzünü də görüm. Bu necə olan işdir?" Rövşən əhvalatı atasına danışdı. Alı kişi dedi: "Oğul, səbirsizlik adama həmişə ziyan verər. İndi sən də öz səbirsizliyinin ziyanını çəkirsən. Ancaq fikir eləməyə dəyməz. Olan olub, keçən keçib." Sonra o sol axurdakı ata yaxınlaşdı. Bu at tez uzuncaydak, çəkmə sarılı, nazik ortalı bir at olmuşdu. Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. Ondan sonra yenə sağ tərəfdəki atın yanına qayıtdı. Bu at çox gözəlləşmişdi. İri başlı, dolu gözlü, qara bircəkli, uzun boylu, tökmə döşlü, yoğun enli, sağrılı. İki göz istəyirdi ki, onlar tamaşa eləsin. At fınxırıb 2 dal ayaqlarının üstünə göyə qalxdı. Ağzını açıb Alı kişiyə yönləmək istədi. Qoca ilxıçı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit oldu. Alı bu atın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Sonra dedi: "Oğul, hələ bir neçə gün atların bayıra çıxartmaq olmaz. Qapını bağlamaq lazım deyil. Özü gündə gəlib yemləyib sulayarsan." Rövşən atasını evə aparıb özü tövləyə qayıtdı. Atlardan müğayət olmağa başladı. Beləliklə bir neçə gün keçdi. Bir gün yenə atası Rövşəndən soruşdu: "Oğul, atlar necədirlər? Necə yeyirlər?" Rövşən dedi: Qırat dəyirman kimi olub, arpa saman yetirmək olmur. Dür atdı yaxşıdır, ancaq qıratdan az yeyir. Özü də dincdir. Amma qırat heç durub dincəlmir. Qızmış nər kimi oynayır. Qoca ilxıçı yenə də öz oğlu barədə tövləyə gəldi. Atları yoxlayıb dedi: Rövşən oğul, atlar da böyüyüb minilmək həddinə çatıblar. İndi onları bir bəlkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Əzəl bunu, sonra o birisini min təzəcə sulanmış sumda şəhid qaratikanlığa sür. Sonra o sıldırım daşlı dalğa. Rövşən atasının öyrətdiyi kimi əzəl sağ tərəfdəki ata mindi. Yenicə sulanmış şumda səyirdi. Sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca atın burnunu tutdu.
Bəli, burada idi. Qoca ilxısının yanına qaytardı. Təcrübəli qoca atın burnunu tutdu. At öskürmədi. Sonra ürəyinə qulaq asdı. Baxdı ki, atın ürəyi heç töyüşmür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də o biri ata mindi. Şuma sürdü, səyirib yenə atasının yanına qaytardı. Alı kişi də onun da ürəyini dinlədi. Burnunu sıxdı, dırnağını yoxladı. Bu at da öskürmədi. Bəli dostlar, yəni bu hələ çoxdur, amma videomuz çox uzun olacaq deyə bura oxudum. Bəlkə digər yəni qalanı da gələr. Videomuz bura qədər idi. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.